maraqlı sual da var. Deyir ki, mənim kirayənişim öz əşyalarını evdə qoyub 1 ildir gedib və heç bir zəngə də WhatsApp-a da cavab vermir. Ödəniş də eləmir və mən də deyir həmin əşyaları 3-4 qonşunun şahidliyi ilə başqa bir yerə köçürə bilərəmmi? Hansı ki, evi açıb, qapını açıb, yəni adamın öz evidir, amma kirayənişin qapını bağlayıb çıxıb gedib, adamın evinin əşyalarına qoyub orada. Hal şahidlərinin olduğu halda əşyanı başqa yerə köçürə bilərmi? Belə bir soruşum. Maraqlı bir kazusdur, maraqlı bir kazusdur. Amma normalda bir hüquqşünas olaraq mən onu məsləhət görməzdim eləməyə. Çünki sabahçı günü o hara keçirəcək həmin əşyaları və özbaşına olaraq bu həmin əşyalar əgər digər yerə keçirsə, sabah həmin şəxs iddia qaldıra bilər ki, sən mənim əşyalarımı məhv eləmişsən, onun sabah əşyaların itilməsi müəyyən oluna bilər və s. Burada ən məqsədə müvafiq o ola bilər ki, həmin şəxsin yaşadığı yer üzrə, qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq, həmin əşyaların çıxarılmasını məhkəmə qaydasında tələb eləmək və artıq məhkəmə qətnaməsi olduqdan sonra həmin əşyaların çıxarılması, yəni cavabdeyin hesabına çıxarılması öhdəlik üzrə olaraq onun üzərinə qoyulduqdan sonra icra məmuru həmin o qətnaməni icra eləyəcək. Amma bu günləri mən öz başına həmin əşyaları götürüb onu hara təhvil verəcək, bax o tərəfi də var. Yəni sabahları qarşı tərəf də iddia eləyə bilər ki, mənim əşyalarımın içində məsəl üçün bahalı bir digər qızıl zinət əşyaları olub və s. Yəni bunun sabahçı günü belə bir problemlər yaşaya bilər. Bəli. Bəs yaxşı, ev sahibi də iddia qaldıra bilərmi ki, 1 ildir mənim evimi necə saxlayıb, bağlı? Bəli. Əldən çıxmış fayda ilə bağlı. Əgər həqiqətən vətəndaşın dolanışıq yeri, başqa bir dolanışıq yeri yoxdur. Vətəndaş sırfın əldə etdiyi gəlir, öz mənzilini kiraya verməsi ilə formalaşırsa və bunun əşyalarına görə ortalama belə deyim də, hər ay 500 manatdan götürək ki, kiraya verir həmin əmlakı və 1 ilə yaxındır ki, artıq həmin o kiraya verə bilmir vətəndaşın o qarşı tərəfin qanunsuz hərəkətlərinə görə artıq ona hüquq verir ki, həmin əşyaların həm çıxarılması tələbi qoysun, eləcə də əldən çıxmış faydanı, yəni həmin müddət ərzində ki, o mənzili kiraya verə bilməyib, həmin müddət ərzində hesablanmış məbləği, eləcə də məhkəmə ödədiyi rüsumu vəkil tutubsa, vəkilə çəkmiş olduğu xərcləri tələb eləyə bilər.